İkinci Qarabağ müharibəsinin veteranı Quluzadə Əzizağa Rövşənoğlu aldadıldığını iddia edərək aidiyyəti qurumlara müraciət edib. Veteranın sözlərinə görə o təxminən 2 il əvvəl Bakının Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 33 ünvanında yerləşən yeni tikili binadan 90 kvadrat metrlik 2 otaqlı mənzil alıb. Bildirir ki, mənzil İnşaat Konstruksiyaları MMC rəhbərliyi tərəfindən satılıb. Şikayətçinin iddiasına əsasən, şirkətin rəhbər şəxsləri Rauf Əliyev, Rəsul Əhmədov və Zahir Nəcəfov ona qarşı dələduzluq ediblər. Veteran mənzilin sənədlərinin qaydasında olduğunu düşünərək evi halal zəhməti ilə qazandığı vəsaitlə alıb. Lakin sonradan mənzilə baxış zamanı məlum olub ki, həmin ev başqa şəxsə satılıb və qapısı qanunsuz dəyişdirilib. Veteran bu vəziyyətin ona ciddi maddi və mənəvi zərər vurduğunu bildirir. Rəhbərliyə müraciət etdikdən sonra bildirildi ki, onlar tərəfindən pəşatlanan və imzalanan rəsmi müqavilə sənədi yararsız imiş və mənim mənzilimi qaytarmaqda boyun qaçırırlar. Mən heç kəsə icazə vermərəm ki, əzab-əziyyətlə, halal qazandığım pulla əldə etdiyim mənzili kimsə mənimləsin. Bu cinayət işi ilə bağlı məhkəməyə və hüquq orqanlarına müraciət etmişəm. Xahiş edirəm, mənim işim ciddi şəkildə baxılsın və köməklik göstərilsin.